laş şəkilsi. Həm bütöv ola bilir, belə ola bilir bax. Lan üstü 2, bir də laş üstü 2. Belə də ola bilər. Belə də ola bilər ki, lalə şəkilsi üstə gələk ın şəkilsi üstü 4 və yaxud da lalə şəkilsi üstə gələk üstü 4 şəkilsi. Bu qaydada da ola bilər. İndi fərqi nədir? Sözdə baxırsan, əgər mən bunu lalə formasında işlədə bilirəmsə tək halda, deməli bu la plus ın şəkilsi və yaxud da ış şəkilsidir. İşlədə bilmirəmsə, o artıq nə eləmir? Deməli bütövlükdə lanlaşdı. İndi sözlər üzərində baxaq. Elə məsəl üçün bu yükləmək sözünün və yaxud da yox, buna baxmayaq, rahat sözdən baxaq, salamlaşmaq sözünə baxaq. Salamlaşmaq. Bir də vidalaşmaq, yox, vidalaşmağa baxaq. Vidalaşmaq. Baxıram, sözün kökü nədir? Salam, düzdürmü? İndi burada laş var. Mən bunu belə mi götürməliyim, yoxsa belə mi götürməliyim? Tez baxıram, ayırıram birinci layı. Bax belə. Salamlamaq feili varmı? Deyirəm, mən hər birində salamlayıram. Var. Deməli, burada laya mən tək bir şəkilçi baxacam. Şı artıq burada ış şəkilçinin təkcə şısıdır. Salam, salamla, salamlaş, salamlaşmaq da qrammatik. Bu öz yerində. İndi baxıram vidalaşmaq sözünə. Sözün kökü nədir? Vida. Yenə tək baxıram. Vidala deyə bir sözümüz varmı bizim? Təbii ki, yox. Deməli, burada nədir? Laş bütövlükdə gedir və maq da onsuz da qrammatik şəkilçimizdir.